اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Əgər Həzrəti Fatimə salamullahi əleyha qısa ömründə şəhid edilməsəydi və uzun bir ömür yaşasaydı, bəşəriyyət onun nurani, misilsiz və əvəzsiz mənəvi hədiyyələrindən sonsuz dərəcədə bəhrə aparardı. Görünür, Allah-u Teala Qur'an-ı Kərimdə bəzi salih xanımları, xüsusilə Həzrəti Məryəmi zikr etməklə bəşəriyyətin Həzrəti Fatimənin uca məqamını başa düşməsi üçün bir hazırlıq yaratmışdı. Məryəm surəsinə baxaq və orada Həzrəti Məryəmin fəzilətlərinin necə də gözəl şəkildə ifadə olunduğunu görərik. Bunun bənzəri nə İncildə var, nə də heç bir səmavi kitabda yoxdur. Allah-u Teala Qur'an-ı Kərimdə Həzrəti Məryəm üçün elə məqamlar qeyd etmişdir ki, bu cür geniş şəkildə heç bir səmavi kitabda yer almamışdır. Bismillahirrahmanirrahim. Və iz qalətil mələikətu ya Məryəmu. O zaman ki, mələklər dedilər, ey Məryəm, İnnəllaha istəfəki, həqiqətən Allah səni seçdi, və tahhərəki, və səni pakladı, və istəfəki alə nisail aləmin, və səni aləmlərdəki qadınların üstünü etdi. Bu ayədə Həzrəti Məryəmin uca 3 xüsusiyyəti açıq şəkildə görünür. Birincisi, Həzrəti Məryəm Allah-u Teala tərəfindən seçilmişdir. İnnəllaha istəfəki, həqiqətən Allah səni seçdi. Deməli, xanım Məryəm Allah-u Teala tərəfindən seçilmişdir. Xüsusi bir mərtəbəyə layiq görülmüşdür. İkincisi, pak bir xanımdır. Və tahhərəki, Allah-u Teala səni pakladı. Üçüncüsü də üstünlüyə malikdir. وَاسْتَفَاكِ عَلَى نِسَّاءِ الْعَالَمِينَ. Allah səni aləmlərdəki qadınların üstünü etdi. Xanım Məryəm salamullahi əleyha öz dövrünün xanımlarının üstünü idi. Həmçinin Allah-u Teala xanım Asiyanın da yüksək məqamına Qur'an-ı Kərimdə işarə edir. Təhrim surəsi 11-ci ayə. Xanım Asiya kimin zövcəsidir? Bəli. وَضَرَبَ اللّٰهُ مَثَلًا لِلَّذ۪ينَ آمَنُونَ. Allah-u Teala iman gətirənlərə, diqqət edin, Allah-u Teala iman gətirənlərə məsəl çəkdi. Kimi? İmrəətə Fir'un. Fir'unun həyat yoldaşını. İzqalət, o zaman ki xanım Asiya dedi, Rəbbibni, ey mənim Rəbbim, tikli mənim üçün, indəkə, öz yanında, beytən fil cənnət, cənnətdə bir ev. Xanım Asiya Allah-u Teala'dan cənnətdə onun üçün bir evin tikilməsini istəyir. Arxasıca belə deyir, وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ. Ey mənim Rəbbim, mənə Fir'onun özündən və əməlindən nicat verginən. وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ. Mənə zalim qovumdan nicat verginən. Allah-u Teala bu salihə xanımın duasını qəbul etdi. Bu ayədə də xanım Asiyanın
üç fəziləti açıq şəkildə görünür. Birincisi nədir? İman və təvəkkülü qoruyub saxlamağı. İkincisi nədir? Fironun ətrafında zülm içində olmasına baxmayaraq Allah-u Teala'ya sığınması. Üçüncü də Allah-u Teala onu kimlər üçün nümunə gətirib? İman edənlər üçün. Zaraballahu məsələn lillezine amanu. Allah onu iman gətirənlərə məsəl çəkdi. İman gətirənlərə o xanımı nümunə olaraq göstərdi. Bu üç uca xüsusiyyət xanım Asiyanın yüksək mənəvi məqamının göstəricisidir. Daha başqa hansı xanım barəsində danışa bilərik? Allah-u Teala Həzrəti Musanın anasına vəhy etmişdi. Qəsas surəsi 7-ci ayə. Və ovhaynə, biz vəhy etdik. Kimə? İlə ummi Musa, Musanın anasına. Nəyi vəhy etdi? Ən ərzi'ihi, Həzrət Musanı əmizdir. Bu ayədə Allah-u Teala Həzrət Musanın anasına vəhy endirməsindən xəbər verir. Sanki bunların qeyd edilməsi bizlərin Həzrəti Fatimə salamullah əleyhanın uca məqamını başa düşməyimiz üçündür. Onun uca məqamına mərifət yetirməyimiz üçün Allah-u Teala'nın bunları Qur'an-ı Kərimdə qeyd etməsi bizim üçün bir zəmindir, müqəddimədir və yaxud hazırlıqdır. Əgər salih bir qadın olan Həzrət Musanın anasına vəhy enirsə, o zaman ondan da üstün olan, ismət sahibinə malik olan, Resul-i Əkrəmin parçası olan, razılığı Allahın razılığıdır dediyi, qəzəbi Allahın qəzəbidir dediyi Həzrəti Fatimə salamullah əleyhaya niyə vəhy enməsin? Nə üçün o xanıma vəhy enibdir ki, eşidəndə və yaxud rəvayətlərdə oxuyanda təəccüb etməliyik? Buna təəccüblənmək olmaz. Həzrəti Fatimə salamullah əleyhanın məqamı yuxarıdır, yoxsa Həzrəti Musa əleyhissalamın anasının? Resul-i Əkrəm bütün məxluqatın ən şərəflisi, ən xeyirlisidir. Belə olduğu halda demir ki, xanım Zəhra bədənimin bir parçasıdır. Buyurur, bəz'atun minni, o mənim bir parçamdır. Elə isə rəvayətlərdə oxuyanda görürük ki, xanım Zəhranın məşhur ləqəblərindən biri də muhaddəsədir. Mələklərin danışdığı şəxs. Məgər Qur'an-ı Kərimdə Ali-İmran surəsinin 37-ci ayəsində oxumuruq ki, Kulləmə dəxələ aleyhə Zəkəriyyəl mihrab vəcədə indəhə rizqə. Zəkəriyya Peyğəmbər hər dəfə mehraba daxil olanda onun yanında Həzrəti Məryəm salamullah əleyhanın yanında bir ruzu tapardı və yaxud da görərdi. Yaxşı, həmin ruzunu kimlər gətirmişdi Həzrəti Məryəm salamullah əleyha üçün? Mələklər. Mələklər Həzrəti Məryəmin xidmətçiləri idi. Bəs mələklər Həzrəti Məryəmə xadim ola bilirsə, nə üçün mələklər Həzrəti Fatimə Zəhranın xidmətçisidir deyiləndə təəccüb eləyirik? Və yaxud da rəvayətləri oxuyanda və görəndə ki, Allah-u Teala'nın mələkləri Həzrəti Fatimənin xadimləridir, Həzrəti Zəhranın xadimləridir. Buna niyə təəccüb etməliyik ki? Xəraic Ravəndinin kitabında
Salman Muhammədinin söylədiyi belə bir hədis nəql edilir ki, Həzrəti Zəhranın evində idim. Xanım Fatimənin əyləşərək dəyirmanda arpadan un üyütdüyünün şahidi oldum və hətta qeyd olunur ki, dəyirmanın dəstəyi də qana bulaşmışdı. Hüseyn əleyhissalam da südəmər körpə idi, evin bir küncündə acılıqdan ağlayırdı. Salman Muhammədi buyurur ki, dedim, ey Rəsulullahın qızı, özünüzü bu qədər zəhmətə salmayın. İndi sizin Fizzə kimi kəniziniz var, o xidmətinizdə hazırdır. İşləri tapşırın, o yerinə yetirsin, kömək eləsin sizə. Xanım Zəhra buyurdu, Allahın Rəsulu mənə belə bir göstəriş verib ki, növbə ilə iş görək. Bir gün mən, bir gün Fizzə. Dünən Fizzənin günü idi, bugün isə mənim günümdür. Salman Muhamməd idi, buyurdum, ey Rəsulullahın qızı, mən sizin azad etdiyiniz qulam. İcazə verin, mən sizin xidmətinizdə durum. Ya mənə əmr et, dəyirmanda arpanı üyüdüm, ya da gedim Hüseyni saxlayım. Xanım Zəhra buyurdu ki, Hüseyni mən saxlayaram, sən get dəyirmanda arpanı üyütkünə. Deyir, mən gəldim, biraz arpa üyütmüşdüm ki, azan səsi gəldi, məscidə gedib, Resul-i Əkrəm sallallahu aleyhi və səlləm ilə birlikdə namaz qıldım. Namazdan sonra bu hadisəni Əmirül Müminin Əli əleyhissalama danışdım. Həzrətin gözləri yaşla doldu, ayağa qalxdı, evə getdi. Biraz keçməmişdi, gördü ki, gülə-gülə qayıtdı. Gülə-gülə qayıtdı. Resul-i Əkrəm gülməyinin səbəbini Həzrət Əli əleyhissalamdan soruşdu. Buyurdu ki, ey Allahın Rəsulu, evə getmişdim. İçəri daxil olanda gördüm ki, Fatimə salamullah əleyha arxası üstə yuxuya gedib. Hüseyn əleyhissalam da sinəsinin üstündə yatıb. Dəyirman da onun qarşısında öz-özünə fırlanır. Peyğəmbərimiz də güldü. Buyurdu ki, ey Əli, məgər bilmirsənmi ki, Allahın elə mələkləri var ki, Muhammed və Ali Muhammedə xidmət üçün yer üzünü gəzib dolaşırlar. Və sonda da Həzrət buyurur, onların bu xidməti qiyamət gününə qədər davam edəcəkdir. Bilirsiniz ki, xanım Fatimə-tü Zəhra xalisanə ibadət eləyirdi. O mübarəkə buyurur, mən əsədə iləllah xalisə ibadətihi, kim ibadətini ixlasla Allah Taala'ya tərəf yüksəldərsə, əhbətəllah ileyh afdal məsləhəti. Allah da onun üçün ən xeyirli olanı öz tərəfindən ona endirər. Hədisin ilk cümləsindən görürük ki, ibadətin Allah Taala'ya tərəf yüksəlməsinə səbəb ixlasdır. Buna nümunə olaraq nəyi göstərə bilərik? Məsələn, peyki kosmosa göndərmək. Əgər hər hansı bir peyk yerin platformasında olsa, o öz-özünə yuxarı qalxmayacaq ki. Gərək onu göyə qaldırmaq üçün nəhəng mühərriklər quraşdırılsın. Həmçinin insanın da əməlinin yuxarı qalxması üçün reaktiv mühərrik lazımdır. O reaktiv mühərrik də ixlasıdır. Əgər insanın əməlində ixlas olarsa, o zaman Allah-u Teala onu öz tədbiri ilə yönləndirər və öz himayəsi altında onu böyüdər. Bir şəxs ilahi himayə altında böyüyərsə, nə xoşbəxt insandır o. Həzrəti Fatimə salamullah əleyha da belə bir şəxsidir. Allah-u Teala
Həzrəti Fatimə salamullahi əleyhaya xatir bizi ixlaslı bəndələrindən qərar versin.